самая большая распечаталась, говорит, это желание точно сбудется. Ну, это точно сбудется. Потому что ты это будешь видеть чаще всего. Да. Девочки, давай. Говорим. Şimdi direkt çekiyor muyuz? Tamam. Ve o cevap sorular Когда Evet. Və siz qızlar burada nəhayət ki 2025 bitmədən mənim gerçəkləşən ən son arzularımdan birini görürsüz. Qadın ortamında, qadın enerjisində maraqlı etkinliklər eləmək. Və biz bunu, bu arzumu Aliya ilə bərabər gerçəkləşdiririk və daha da gözəl etkinliklər keçirməyimiz diləyi ilə 2025-ə sonlandırırıq beləliklə. Qızlarla birlikdə vision board hazırlayırıq burada. çok büyük gözükmüyor. Tamam, anladık. Dubai'deki salon. Çok büyük değil ya. 28. 28 yaşında. Evet. 28. Healthy relationship. Я хочу хорошие други, подруги. Gerəkən hər bir ləvazimatı əvvəlcədən hazırladıq və arzularımız artıq Pinterest-dən şəkillərdə hazır şəkildə kəsib yapışdırmağa başladıq. Əvvəlcədən mən hamı üçün həm rusca, həm türkcə tərcüməsi olmaq şərti ilə çoxlu spesifik suallar hazırlamışdım. Hər arzumuzu seçib bu sualları cavablandırdıqca o arzunu nə qədər çox istəyib ya da istəmədiyimizin sanki fərqinə varırdıq və bir-birimizə bunu sunum eləmək həqiqətən də o günün enerjisini o qədər çox artırdı ki. Она хотела кучу 54 миллиона долларов. Ну я подумала, что уж Мечтать так мечтать. мечтать так мечтать. Bu dileğin gelmesine engel olan hangi inancı bırakmalıyız? Bu dilek. Yani zamansızmışım gibi yaşıyorum. Bence bunu bırakmalıyım. Aslında zamanım var. Sanki burayı bırakıp gidemezmişim gibi. Yani ofisi tek başına bırakamazmışım gibi. Bu inancı bırakırsam aslında dünyayı gezebilirim ama Ну и в каком yani bir başkasına belki kimse yemez gibi geliyor. в Анталии там. Ну тут понятно, но тут ты спокойно можешь. Təbii ki, ən çox məsuliyyət özümdə hiss eləyərək mən çalışırdım ki, rusçanı, türkçəni hamını bir-birinə çevirim, hamını bir-biri ilə əlaqə qurmasını sağlayım. Çox sağ olsun Angelika da burada mənə çox kömək oldu, çünki o da zaten iki dili qəşəng bilir və beləliklə bizim qrupamız bir-birinə çox yaxşı anlaşdı. Hətta sizə sonda bir sürprizim olacaq, maraqlı, çox şirin bir səhnə olacaq. Bütün bu suallardan əlavə də çalışdım, qızlardan soruşdum ki, bu arzunu gerçəkləşdirmək üçün yüzdə ilə də görək onun nə qədər hissəsinə Bunun için artık yapıyorum. Evet. Bunun için gidiyorum size. Evet. Evet, yani bir şey yapıyorum sonunda. Bunun için bilet aldık. Artık gidiyoruz. Evet. Yani hangi işaret daha istiyorsun? Bu kadar. Tamam, çok iyi. Siz şunun için bir işaret isteyin. Şimdi kız sordu ki ne kadar satıyorsun? Yani benim arkadaşım olmak istiyordu. Evet. İşaret istiyor. Yani onun arkadaşıyla başka birisi aldı. İşaret masada. Ümumiyyətlə 2025-də öyrəndiyim ən gözəl dərslərdən biri oldu ki, ən gözəl yatırım, ən gözəl kapital insan kapitaldır, insan yatırımıdır. Çünki maddi cəhətdən və yaxud da zəka, savad cəhətdən nə qədər güclü olursansa ol, sənin bütün işlərin insanlarla kontaktdan keçir. Əgər ətrafında doğru insanlar yoxdursa və sən o doğru insan kontingentinə ulaşa bilmirsənsə, o işlərin ya tərs gedir, ya uzun çəkir, ya da bir addımda, bir çıxmada həll ola bilər və mən daha çox digər ikinci ehtimalı yaşadım. İşlərimin çox doğru insanlarla kontaktda necə yaxşı sürətlə irəlilədiyini gördüm 2025-də və özümə söz verdim ki, ətrafıma çalışacağam 2026-da yenə belə doğru insanlar, enerjisi pozitiv olan, mənim həyat motivasiyamı artıran, daha da həvəsləndirən insanlar yığım. İnsan qruplarının ən maraqlı yönü buradadır ki, sən müxtəlif kültürdən müxtəlif insanları görəndə
O insan o kültürün nümunəsidir və onun həyatını artıq az-çox təxmin edə bilirsən. Və sən səbəb-nəticə əlaqəsi ilə beynində belə bir sistem qura bilirsən ki, bu kültürün, bu ənənələrin yaratdığı insan tipajı, insan nümunəsi belədirsə, deməli mən bu kültürdən bu xüsusiyyətləri həyatıma daxil eləsəm, məndə də hansısa bir belə olumlu özəlliklər ola bilər. Bu yönünü çox sevirəm insanlarla kontaktda olmağın, əlaqədə olmağın və Alya ilə biz artıq Girls Date Alanya səhifəsini qurmuşuq Instagramda. Burada videonun altında da sizin üçün etiketləyəcəm. Əgər takib etsəz, o səhifəni izləsəz, nə xoş mənə, çünki dəstək etmiş olarsınız. Bundan əlavə də həmçinin istəyirəm ki, çox doğru kitləyə ulaşa bilsin o səhifə. Biz hər hansısa bir professionalca bir eğitim və yaxud da bir uzmanlaşma vədi ilə deyil də, daha çox xoş zaman keçirə biləcəyin və o sanki bir nəfər enerjisi ilə o görüşü idarə edir. Sən sadəcə axışda olursan, o görüşə daxil olursan. Вот ты знаешь, кому... Orada kiçik bir rolun olur, özün üçün bir şey yaradırsan, bu vision board ola bilər, müxtəlif yaradıcılıqla bağlı etkinliklər ola bilər gələcəkdə eləyəcəyimiz. Kardeşimin de olmamış olmasını istiyorum onlar. Telefon istiyorum, iPhone. Ne istiyorum? YouTube kanalımı geliştirmek istiyorum. Güzel çocuklar getirip bachata öğrenmek istiyorum. Balkonda çiçeklerle süslemek istiyorum. Seyahat etmek istiyorum eşimle. Alya, ettim. Seninle beraber videolar çekmek istiyorum. Я хочу снимать видео. Sən sadəcə o enerjidən zövq alırsan və həyatın həmin günü çox gözəl bir frekansda keçir və xoş insanlar tanımış olursan. Bu prinsiplə, bu missiya ilə biz başlayırıq. Bayaq sizə dedim ki, müxtəlif kültürdən bir çox xüsusiyyətləri öyrənmək olar. Gəlin sizə danışım, nümunələr verim ki, mən nələr öyrənmişəm bu 4 ayda. 4 ay ya da 5 ay sayıla bilər. Mən nələr öyrənmişəm Alanyadakı rus dilli arkadaş qrupumdan. Deməli, birinci növbədə sakit və təmkinli hərəkət etməyim. Onsuz da videolardan fark etmişsiniz ki, mən aynı belə, düzdür, bu biraz şirin ya da enerjik kimi görünə bilər, amma həmin insanın özünü biraz yoran bir prosesdir və mən onlarla daha sakit, daha təmkinli tepki verməyi öyrəndim sanki. Oh, the weather outside is frightful, but the fire is so delightful. Since we've no place to go, let it snow, let it snow, let it snow. It doesn't show signs of stopping, and I brought some corn for popping. The lights are turned down low. Let it snow, let it snow, let it snow. When we finally kiss goodnight, how I hate going out in the storm. But if you really hold me tight, all the way home I'll be warm. The fire is slowly dying. Deməli qızlar, bu günün enerjisi ilə mən o qədər yeni şeylər elədim ki, bir, yeni saç düzümü çolpa kəstirdim səhər, elə getdim onlarla vision board hazırlamağa. 2, mən uzun müddət sonra, hətta ilk dəfə belə demək olar, sushi denedim və bilinçik denedim, hətta çiğ salmonlu, balıqlı. Onu belə çox sevdim. Yəni bugün o qədər çox yeni şeylər denedim ki, İki doğru oldu. Hiç doğru oldu.
Doğru təxminlərinizlə biz Alanya'nın yeni il yarmarkasındayıq. 2025-in 13-14 dekabrında elədilər bu yarmarkanı, çünki Slavlar artıq 25 üçün gələn həftə öz ölkələrinə dönəcəkdilər. Peki neden öyle batırıyorsunuz? İçinde olmasın, dağılmasın tarçınlar, çekmesi kabuğu hani daha kolay olsun diye. Bunları çünkü küçük küçük içinden çıkarmak zor olur. Sonra nasıl editliyorsun? Edit uygulamasıyla. Ya. Kolay oluyor mu? Ben alıştım. Eve gələndən sonra qəşəng isti çay, şokolad və şam tütsü enerjisinin, sanki belə enerjisi insanın təmizlənməsini, gün ağırlığın, yorğunluğu atırmış hissi ilə Vision boarduma təzədən bir də baxıram, arzularıma, necə qəşəng hazırladığıma baxıram. Çox bəyəndim həqiqətən vision boardumu. Hər bir arzunun üzərində nə qədər danışdım, hətta inanırsınız qızların arzularını belə o qədər əzbər bildim. Bu boşuna deyil. Yəni mən onların arzularına o qədər hakim oldum, onlar mənim arzularıma hakim oldu. Bu sanki başqa birinə söz vermirsən və o məsuliyyəti üzərində hiss edirsənmiş kimi bir öhdəlik yaradır səndə. Eyni zamanda mən inanıram ki, nə qədər çox beyində, nə qədər çox frekansda bizim arzularımız dalğalansa, yayılsa, o qədər tez gerçəkləşir. dekabr Bəxtiyarın növbəti günü idi. Ona görə 14 dekabr səhər tezdən biz bərabər gedirik Yeni il yarmarkasına. Onunla bərabər gəzirik. Hər ikisinin ayrı bir vibe var idi. Gecə getmək ayrı, səhər getmək ayrı. Səhər sanki o mətbəxlərin kültürlərini daha qəşəng görürsən. Axşam isə sanki o loş işıqda süslərin daha çox zövqünə varmış olursan. Burada xəritədə öz ölkəsini işarələyirdi hamısı, bütün insanlar. Biz də işarələdik. Biraz çətin idi, amma bacardıq. Sıcak şarap ve deniz. Nasıl? Güzel mi? Bayağı iyi. Hardalla. Və məndən soruşsaz ki, Yeni il yarmarkasında ən yadda qalan nə oldu? Kesinlikle sizə eggnog deyərəm. Eggnog çox dadlı bir içəcək idi. Mənim üçün çox ayrı oldu yeri. Sizə də önərirəm, tarifini götürün, hazırlayın. Burada gəlmişəm stenddə şəkil çəkdirməyə. İnanırsınız gələndə boş idi və biz gələndən sonra necə doldu?
zaman tanımadan yanından geçip gideriz. Siz sevmediniz mi hiç? Hayır, hiç sanmıyorum. Karımı soracaksanız ondan hiç söz etmeyelim daha iyi. Hiç olmazsa bana arkadaşlık edeceğini Yarmarkadan sonra evə gəldi və radio tiyatrosu ilə qulaq asaraq şəkil rəyin yeyirik. Və qızlar, ümumiyyətlə Türkiyəyə gələndən sonra demək olar ki, çox şeydə mən yaşam kalitemin daha yaxşı olduğunu həmişə hiss edirəm. Amma bir dənə şey var idi ki, yeni ildə həmişə mən əksiklik hiss edirdim. Çünki olduğum digər şəhərlərdə yeni il Türkiyədə daha çox İslam dışı bayram olaraq göründüyünə görə bizimki kimi təntənəli kutlanmırdı. Amma çox şükür ki, doğru şəhər seçimi ilə həqiqətən də doğru insan kontingenti şəhəri belə, hətta inansız Alanya şəhər belə deyil əslində, ilçədir də, yəni belə baxanda. Onu necə etkiləyibsə, yəni mən şəhərlərdə olmuşam, hansı ki belə böyük çapda yeni il yarmarkası, yeni il ruhu hiss olunmuyubdu. Amma ilçədə, yəni ilçə ildən daha kiçikdir. İnsan kontingenti o qədər etkiləyir ki, bələdiyyə də hər şey edir, insanların işlətmələri də hər şey eləyirlər, kafelər, restoranlar. Demək ki, bu videonun əvvəlində də, sonunda da bir daha təsdiqlənir ki, insan kontingenti, insan faktoru o qədər önəmlidir ki, doğru insanların ətrafında olsam, arzularım belə gerçəkləşir. Həqiqətən mən bu il çox gözəl yeni ruh hiss elədim. Çünki burada Slav kültürünün müəyyən qədər olması yeni ili önəmli eləyirdi və ona görə də bələdiyyə də yeni ilə çox önəm vermişdi və çox gözəl süslənmişdilər hər yeri. Sizi də burada sağollaşıram sizinlə. Və növbəti videolarda çox maraqlı serilər sizi gözləyir. Artıq vision boarduma əsaslanaraq mən istəyirəm ki, bütün qoyduğum arzularımla bağlı olan sahələr hansıdırsa, alanlar hansıdırsa, həyat alanları hər birində glow up serisi eləyim sizin üçün. Hər bir arzumla bağlı həyatımda nəyi dəyişirəm, necə eləyirəm, bunların bütün proseslərini sizinlə bərabər eləmək istəyirəm, sizə çəkib göstərmək istəyirəm. Siz də mənim kanalımı izləyin, takipdə qalın və sizə çox gözəl içəriklər yaratmaq istəyirəm.